yaman Yasəmən, ancaq mən heyrətlərə qərq edəm. Ancaq mən heyrətlərə qərq edəm. Nə çəməndir, nə çiçəkdir, nə çəməndir, nə çiçəkdir, gülüm sən, 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 ay aman sən, 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 sən. Bir söz axır dodağıma dilimdən, canam deyil can bilirəm səni mən. Bir söz axır dodağıma dilimdən, canam deyil can bilirəm səni mən. Gecə gündüz bu sinəmdə döyünəm. Gecə gündüz bu sinəmdə döyünəm. Nə ürəkdir, nə könüldür, nə ürəkdir, nə könüldür. Balam sən, 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 ay aman sən, 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 sən. Sən, 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 ay aman sən, 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 sən. Təşəkkür edirik. Çox sağ olun Teyyub müəllim. Əziz tamaşaçılarımız, əziz dinləyicilərimiz, xoş gördüksün hər birinizi. Vaxtınız xeyirli, gününüz aydın olsun. Madam ki, bir məhəbbətli sabah-sabah gözəl bir nəğmə dinlədik. Bəli, biz də deyirik ki, biraz sevgi, biraz da qəm, nə artıqdır, nə də ki kəm. Biri istək, biri həmdəm, baş-başıyıq, yaşayırıq. Nağıl qoyub baş altına, ümid qoyub diş altına. Ətək qoyub daş altına, baş-başıyıq, yaşayırıq. Sökəyərək gözü gözə, pənah bildik gözü gözə. Çalıyaraq sözü sözə, baş-başıyıq, yaşayırıq. Şam eləyib ömrümüzü, haqdan aldıq əmrimizi. Qalsa əgər ömrün izi əzizlərimiz, ölməmişik, yaşayırıq. Nəfəs varsa, görən göz varsa, eşidən qulaq varsa, deməli yaşamağa dəyər istənilən halda. Həyatınız həmişə məzmun, məna üzərində köklənsin deyirik. Hədər getməsin heç bir istəyiniz. Elə bu istəklə deyirik ki, ovqatınıza dəvətlidir bundan etibarən. Çox dəyərli, çox məzmunlu qonaqlarla birgə. Musiqi qonaqlarımız artıq bəlli oldu, amma birazdan yenə təqdim eləyəcəm. Amma indi sizə təqdim edəcəyim qonaq, inanın ki, onun haqqında çox gözəl təriflər söyləyə bilərəm. Onu yəqin bilirəm ki, böyükdən kiçiyə hər kəsin çox sevdiyi, məhəbbət göstərdiyi, həmişə ehtiramla qarşıladığı bir sənətkardır. Həmişə biz onun söhbətlərini həyəcanla dinləyirik, şövqlə dinləyirik. Elə bunun barizin nəticəsidir ki, biz bugün artıq ikinci dəfədir ki, onun ovqata dəvət olmasının istəyində olduq, gəlməsinin istəyində olduq. Bəli, ustad sənətkar, xalq artisti, prezident təqaüdçüsü Tələt Qasımovdur bugün ovqatın qonağı. Xoş gəlmişsiniz Tələt müəllim. Çox sağ olun. Nə xoşdur ki, hal-hazırda bizimləsiz. Və musiqili qonaqlarımız Respublikamızın xalq artisti Firuz Əliyevin rəhbərlik etdiyi instrumental ansambl bugün ovqat təşrif buyurub və Respublikamızın əməkdar artisti Teyyub Aslanov. Xoş gəlmişsiniz, hər birinizi ürəkdən salamlayıram. Əhval-ruhiyyə, mən sizə baxıram. Çox şadam, sevincliyəm. Düşünürəm ki, bu enerji qarşılıqlı Tələt müəllim. Ruhiyyə birazdan məlum olacaq. Çünki bu ovqat məclisidir. Bəli. Cəmaat indi bizə tamaşa edəcək ki, ovqatları düzəlsin. O bizdən asılıdır ki, əhval-ruhiyyələri necə düzəldəcəyik. İnşallah mənə belə gəlir ki, yaxşı olar Allah. Əlbəttə, Tələt müəllim, görüşümüzdən bir xeyli zaman keçib də bizə laf çox gəlir. İndi dəqiq bilmirəm, haradasa bir ilə yaxın olar. Amma bu müddət ərzində Tələt müəllim necədir? Nə var, nə yox, necə yaşayır? Şükür Allaha, bilirsiniz. Bu düşüncələr hansı? Fani dünyadır. Şair deyir ki, dünya səndən xəbər alıram, Adəmi Havvanı neylədin dünya? Azdırdın Qabili, vurdu Habili, saldın qızıl qanı, neylədin dünya? Dünya gətirmərəm sənə həvəsi, sənə həvəs edən asidir asi.
Könüller dəvası, dərdlər şəfası, hikmət loğmanı neylədin dünya? Dünya var mıdır səndə bir qarayan? Çox ömür sürüb qozalıb qarayan, havanın üzündə bəxti yeriyən təxt-i Süleymanı neylədin dünya? Dünya, sən puzsan, yalansan, yalan. Küllü məxluqatın canına salmısan talan. Allahın yolunda zülfüqar salan, əli tək aslanı neylədin dünya? Təşəkkür Dünya edirəm. fanı dünyadır. İndi burada elə Biz şükür də onun olsun Allaha içərisində ki, zamanla biz Böyüzana gəlib çıxmışıq, bu da yaşazan çox yaxşı gəlmişik Allah. Maşallah, maşallah. Maşallah. Tələt müəllim, həmişə can sağlığı sizinlə olsun. Teyyub müəllim, Firuz müəllim, sizlər necəsiniz? Əhval-ruhiyyə, bugün təqdim edəcəyiniz nəğmələr, yaradıcılıq, hamısından xəbər tutmaq Çox sağ olun. istəyirəm. Əvvəla mən də salamlayıram. Öz adımdan da, dostlarımızın adından da, yəni tamaşaçılarımızı, sizləri salamlayıram. Ovqatım çox gözəl oldu. Çünki qonağımız, ustad xanəndəmiz çox, mənim şəxsən həm sənətinə, həm şəxsiyyətinə çox böyük hörmət etdiyim Hacı Tələt müəllim buradadır. Ovqatım çox gözəldir. Niyə mən, bizim ümumiyyətlə gözəl musiqilərimiz var, gözəl mahnılarımız var. Onlardan da biri bayaq ifa etdiyim Sənsəndir. Niyə Sənsən oxudum? Ümumiyyətlə mən çalışacağım bugün ki, Hacı Tələtin vaxtı ilə ifa etdiyi mövzulara toxunum. Hacı, bilmirəm nə dərəcədə düzdür, amma ürəyimdən belə keçir. Amma şəklini çəkəcəm. Onsuz da elə möhür qoymusunuz ki, o mahnılara vurmusunuz ki, çox gözəldir. Amma çalışacağım ki, o mahnılardan və ən gözəl alınanlardan da biri Sənsən idi. O ilə açılış elədim ki, yəni tamaşaçılarımız Nostalgistlər də yaşamış Allah sizə can sağlığı versin. Biz sizlərdən həmişə öyrənmişik, bu gün də öyrənirik. Çox sağ olun. Əlbəttə, Teyyub müəllim, inanın ki, çox təvəzzükarsınız. Doğrudan da sizin həmişə ifalarınızı biz çox həvəslə dinləyirik, dinləyiciniz olaraq. Deyir atalarımız ki, Tələt müəllim, dediyini deyər Adəm balası, demədiyini gedər, gəlməz vaxta saxlayar. İcazə verin, bir sizə diqqətlə baxım. Əhvalınızı sözünüzə görə bugün təyin edək, yoxsa rənginizə? Bilirsiniz, o ki, yaş məsələsi var. Bəli. Nə olub Tələt müəllim, giliyə başladı? Yox, bilirsiniz, səhət ayrı şeydir də, cavanlıq ayrıdır. Cavan görürsən, gecə bir alaca halı yoxdur, səhər gənə mis kimidir. Bizdə daha inkişaf yoxdur, biz dağı düşürük aşağı yavaş-yavaş. Bir də görürsən ki, o dilləri Əzraillə cəhil dillər, azborxa dilsən, edirsən bir tər, xahiş edirsən ki, biraz ömür ver, bir-iki dənə işlər var, onlara da görək Allahın köməyi ilə. Yəni, şükür Allaha, çox yaxşıdır. Səhətimiz də yüzələr, indi bir gündə mən istəyirəm, bir elə gəldi, gerək deyəsən. Gəldi deyək, hə, deyin Tələt müəllim, bir musiqinin sədaları altında. Sən nazilə bir söz dedin, ey can, başa düşdüm. Sən nazilə bir söz dedin, ey can, başa düşdün. Qəlbində olan sirrini pünhan, başa düşdüm. Könlündə nələr var, onu biganə düşünməz. Görəcək səni, ey sevgili canam, başa düşdüm. Məzmun edən eşq əhlini kimdir, nə bilirdin? Məzmun edən eşq əhlini kimdir, nə bilirdim? Zülfün ki, səhər oldu pərişan, başa düşdüm. Vahid, məni Səyyarə xanım elə bir şurə gətirdi, dünyada nədir yaxşı aparıcı başa düşdüm. Allah can sağlığı, mən bilirəm ki, yaxşı olacaq. Çox sağ olun Tələt müəllim. Allah sizə can sağlığı versin. Doğrudan da əziz tamaşaçılarımız, Tələt Qasımov bu ad və soyadı hamı eşitdikdə istər-istəməz üzə çox gözəl bir təbəssüm gəlir. Yaxşı əhval-ruhiyyədə insan köklənir. Biz çox yaxşı bilirik ki, Tələt müəllim söz, qəzəl, şeir xiridarıdır. Ümumiyyətlə sözün, fikrin, təzə düşüncənin qədrini bilən bir sənətkardır. Həmişə yeniliyin tərəfdarıdır. Əlbəttə ki, biz həmişə onun ifalarında daha çox sezmişik bu təzə fikri, yeniliyi və Bakı Abşeron şairlərini daha çox sevirsiniz. Mənə elə gəlir, hə, Tələt müəllim? Bilmirəm, düz fikirdəyim, yoxsa yox. Bilirsiniz, amma, hə, buyurun. Abşeron bu şeiriyyata, qəzələ, muğama çox pərgardır. Bəli. Şeirdə. Çünki mən, elə Firuz da mənə çox olub. Bəli. Məsələn, bir günləri bir kəndə gedəndə bu qəzəli oxuyurdun, səhər gördün, əzbər bilirlər. Bəli. Sən məcburdun ki, o təzəliyəsən.
qəzəlləri bilirlər, qəzələ fikir verirlər muğamata. İndi biz də, mən hərdən bir Sərafətyana deyirəm ki, mən akademiyanı xəlqimin içində qutarmışam. Aynen, güzel. Allah xəlqimin canını sağ eləsin. Öyrənmişik, şükür Allaha da indi bu rezana bundan artıq nə ola biləcək? Hər şey var, yaxşıdır. Bizdə Abşeronda o palatka deyirlər, palatka. Onun olmağı bütün xanəndələrin məktəbidir. Güclü məktəbidir. Tərəf mən bir məqamat oxunum. Ötən verilişlərimizdə Teyyub müəllim qata açılmamış, bəlkə də heç vaxt eşitmədiyimiz qəzəllər eşitdik Tərəf müəllimin təqdimatında. İnşallah ondan da çox Mən düşünürəm ki, hansı ki, heç vaxtlı nəşrə getməyib, müəllif o qədər də tanınmır. Nə vaxtsa yazıb, harasa qoyub, elə gözəl araşdırmalar aparmışsınız və aparırsınız da bugünə qədər Tərəf müəllim. Yenə yığılır o qəzəllər. Bəli, hansı ki, bilirsiniz, mən eşitməmişik. bir şey deyim də, mən ki, bu sənəti tərk etmişəm. Bəli. Axı, bu bir şey, gerək ki, onu həmişə təkrarlayasan ki, yadında qalsın. Bunu deməyəndə adam kütləşir, yaş da gəlib çatır. Ancaq mən hərdən özümdə bunu təkrarlayıram. Təkrar elmin nə idi? Anasıdır Ay, bilir sağ ol, də. Biliyin anasıdır, bəli. Bilirsiniz, gərək həmişə sənətin üstündə çalışasan. Təkrarı sevmir də. Yox, bir var ki, məsələn, siz ki, dediniz ki, o qəzəllər ki var, mən bəli, elə bir şeylər istəyirəm. Eşidirməmiş, bəli. Bəlkə Tərəf müəllim, elə onun ardınca bir neçəsini eşidək. Belə neçə deyəcəm, qismət olsa, biraz musiqi ilə... Vaxtımız azdır, vaxtımız çox olsa, biraz da çox deyərəm. İnşallah. Deyir, ağarım qar kimi hərçəndir mənim muysərim. Bəli. Ancaq əzəlki kimi var yenə heşkim hünərim. Ay, nə gözəl. Yenə sevdayı məhəbbətdə sözüm tiği kimi. Bəlkə ondan daha artıq olmuş günlərim. Sanma yarın qocalıb yoxdur xəbərdən xəbəri. Qoşulubsan yenə əyyara varımdır xəbərim. Mən sənin vəslin üçün ahı fəqan eylərdim. Yetmişəm vəsli və yoxdur daha dərdim kədərim. Bilsə biganə bu sirri, öləcək rəşkindən kisəri kuyuna düşmüş mənim eygül güzəri. Hər gələn qoydu əsər, dəxli fənadan getdi. Mən öləndən sonra aya qalacaqmış əsəri. Mail arzum budur, vahid kimi bir şair olan, saylan xərqin içində nola şeirin əsəri. Təşəkkür ederim. Tərəf müəllim, yaddaşınıza qübdə edirəm, inanırsınız. Çox sağ Bir olun. də sizin üçün bir epizod daşım. Bir Zona kəndində Bəli. bir axund var, Hacı Sultan. 30 kitab yazıb. 30 kitab yazmaq çətin şeydir, bilirsiniz. Özü çox yaxşı, mən onun, o danışanda mən ondan zövq alıram. Ondan da demək olar ki, hərdən bəhrələnirəm. Bəli. Bir gün orada da bir Nərdaranlı 15 il Məşəd Məzair olub, axund olub. O dedi ki, Məşəd Məzair bunun ustadı olub, o danışır bunu. O da biz ona kendim buna torpaq da verib, ev zatdı ki, burada qalırmış. Bəli. Bir gün gördük, gecə saat 2-dir, qapını döyürlər. Bu vaxt adamın önünə adam gəlməz axı. 2-dir görüb ki, Bilə kəndindən yerlərdir, gəliblər. Ay, gəlin filanı, xeyr ola deyir, sualımız var. Deyir, bu vaxtda nə sual, gecə saat 2-dir. Deyir, yox, sual elə hindinin vaxtıdır. Nə sualıymış o Tərəf müəllim? Gecə saat 2-dir. Aha. Oturublar çay içə, deyir ki, ay Məşəd Məzair, səndən söz soruşaq. Bu ağacı qənət nədir? Bizim yuxudan durğuzub gəlmişik sənin yanına. Bu nə Allah necə yaradı, bizi yatmağa zada qoymayıb. Deyib, deyib, əqrəb bilirsiniz nədir? Əqrəb neyini? Əqrəb adamı sancı neyini öldürür? Ağacı qənət olan yerdə əqrəb olmur. Ağacı qənət əqrəbi sancan kimi əqrəb ölür. İndi əqrəb yaxşıdır, ağacı qənət deyiblər ağacı qənət. Həmin o Hacı Sultan da mənə bir qəzəl verib, Həsən Seyyarın qəzəli. İstəyirəm onu sizin üçün deyim. Bədahətən, ay, deyin. Odlar tökülür, elədikcə dəhənimdən. Bəli. Vaqif deyil ol şuxu yenə bu məhənimdən.
Min çeşmə olar cari yaxar hər yana qanım, oxlarını bir-bir çəkən olsa bədənimdə. Təxmir olunub xaki məhəbbət və vücudum, ölsəm də gələr bu məhəbbət kəfənimdə. Mən bargah-ı eşqidə ərbab-ı kəmaləm, mən bargah-ı eşqidə ərbab-ı kəmaləm, feyzə yetişir xəlqi cahan əncümənimdən. Atəşlərə yandırsa məni şövq-ü məhəbbət, səyyarəm əlim, üsmərəm əzla həsənimdən. Bir də istəyirəm, sizə baxıram, Allah sizin canınızı sağ eləsin. Bir musiqi ilə də gedək, tərəfləri. İkinci dəfədir gəlmişəm Ovqata. Mən sizi ilə çıxış eləyəndə səhərdə bir suyunu xan rəhmətligin 110 illiyi idi, xan Şuşunskun, Allah rəhmət eləsin. Bəli, tələtməlim. Mən gördüm ki, hamısı, mən həmən tələtəm də, mən hamısı bilir. Gördüm, hamısı mənə baxırlar. Biz ki, burada çıxmışıq, bilirsiniz, bir var ki, malı elə evdə satasan, bir də var efirdə, hamısı baxır axı. Cəmaat da yaxşı şey istəyir. Hər kim cahanda kəz baxa istəkli yarına, gəlsin görüm o zalim əli zülfü qarına. Nə gözəl. Bir musiqi ilə deyişək, tələtməlim. Mən nə deyirəm ki? Teyib müəllim sizi dəvət edir. Buyurun. Hər kim cahanda kəz baxa istəkli yarına, gəlsin görüm o zalim əli zülfü qarına. Həsrətindən ölürəm, gəl bizə hərdən. Gözəlim aşıqını salma nəzərdən aman. Həsrətindən ölürəm, gəl bizə hərdən. Sənə çoxdan vurulur bu dəli könlüm alır. Neyləyim ki xəbəri yoxdur xəbərdən. Gəl mənə naz eləmə, ay dəli Hər kim cahanda kəz baxa istəkli yarına, hər kim cahanda kəz baxa istəkli yarına, gəlsin görüm o zalim əli zülfü qarına. 7 şəhin xəzinəsini versələr əbəs, bəlkə cahanı vermərəm mən onun zülfü tarına.
Mənim də yarım məni incitmək istəyir. Bu məsləhət qalıbdı onun öz ixtiyarına. Mən başımı götürdüm ölüm vay gələnlərə. Mən başımı götürdüm ölüm vay gələnlərə. Müşküldür kim yira bunların karı zarına. Sən ki bu nasihin qəzəlin əzbər eylədin, rəhmət salamını yetirin haqq məzarına. Ay dərdimin dəhridən olman ola, dil bilməyən insana demə. Dərdimin dəhridən olman ola, dil bilməyən insana demə. Qoy yesin qəmlər səni, ol dəli divanə demə. Yad olur divanələr, gerçi həqiqət əhli sənə aman. Aldanıb fitnələrə, məscidə meyxana demə. Doğru ay bana. Doğru gəz, doğru dolan, doğru tanın dünyada. Doğruluqda ay balam, doğruluqdan bir xəbərdar olan mərdanə demə. Sənin mən gündəyim ay balam. Səni bənd gündə çəkər məclisə çox namərdlər. Cəhd elə, getmə hədər, bəd günə biganə demə. Kəm yanarkən başına şəm yanarkən başına yəqin ki qurd quş yığılar. Sərraf ol, yaxşı tanı, əqrəbə pərvanə demə. Yazılıb taleyimə yazılıb taleyimə xeyli qəzalar sabir. İncidib taleyibin bağına viranə demə. Bir dayan dur, bir dayan dur ay qara gözlüm. Bir dayan dur, bir dayan dur ay qara gözlüm. Bir sözüm var, bir sözüm var ay şirin sözlüm. Bir sözüm var, bir sözüm var ay şirin sözlüm. Səni görəndə könlüm şad olur. Səni görəndə könlüm şad olur. Maral baxışına yarım sanki can alır. Maral baxışına gözəl sanki can alır. Qara qaşdan, qara gözdən, şirin sözdən bakılısan sən. Mən də sizin vətənlənəm, gəl qaçma məndən. Qara qaşdan, qara gözdən, şirin sözdən
sözdən Bakılısan sən Mən də sizin vətəndənəm Gəl qaçma məndən Qara qaşdan, qara gözdən Şirin sözdən sevməlisən sən Mən də sizin vətəndənəm Gəl qaçma məndən Sağ ol. Təşəkkür edirik. Çox sağ olun Teyyub müəllim. Mən sizə diqqətlə Bax bu baxırdım deyin. sözsüz ki bu nəğmənin də bu gözəl mahnının da Hacı Tələtin repertuarındandır. Bəli, bəli. Artıq. Amma bu oxuduğum qəzəl var. Bəli, bəli. Yəni bu qəzəllərin Allah canını sağ eləsin Hacı Tələtin. Hərdən olur ki, yəni gedirəm, yəni Hacı Tələt məndən əsirgəmir, Allah kömək olsun. Buradan etiraf eləyim və halallığını da istəyim Sən elə. istəyirsən, gəl, O nə qəzəl, qədər istəyirsən. çoxlu qəzəllər verir mənə. Allah can sağlığı versin Hacı. Paxıllıq yaxşı şeydir. Allah kömək Teyyub olsun. müəllim. Mən Aşığın öz başına eşqi bəladır həmişə. Can Tələt müəllim deyin. Bəli. Mən istirahət Aşığın edirəm. öz başına eşqi bəladır həmişə. Bəli. Hər kimin ki eşqi var, qəlbi qaradır həmişə. Neçə aşıqlar gəliblər ahuzar ilə gedib. Neçə aşıqlar gəliblər ahuzar ilə gedib. Bu cahan bir güşe-i matəm saradır həmişə. Bətr-ü madərdən o gün ki gəlmişəm dünyaya mən, adətim çəkmək mənim zor cəfadır həmişə. Ey Kazım, Allah rəhmət eləsin, Məşşağın əziz. Ey Kazım, dünyada bir pislік qalır, bir yaxşılıq, yaxşılıq etsən sənə, möhkəm binadır həmişə. Mən həmişə hazıram, nə qədər qəzəl Çox sağ istəsən olun Teyyub verməyə. müəllim. Çox sağ olun. Mən burada bir məqama toxunmaq istəyirəm. Adətən xanəndələrin bir şeir dəftəri olur da, hə, Teyyub müəllim. Həmişə istinad olaraq, yəni ustasına, müəlliminə istinad olaraq oxuyur. Bu nəyə dayanır? Niyə bu ənənə həmişə bu şəkildə davam edir? Yəni çox vaxt tutaq ki, sənətə gələn yeni ifaçı, tutaq ki, təzə qəzəl, təzə şeir oxumağın tərəfində olmur çox vaxt. Öyrənməyin Bəlkə də daha hər doğrusu. vaxt. Yəni belə deyək də bu şagirdin uzaqlığı ustadından asılıdır. Yəni bu fikrə dayanır Səyyarə Tələt müəllim. xanım. Aha, Əsas insanın xoşbaxtlığı həyatda. bəli. Bizdə belə bir məsəl var. Uşaq ki, dünyaya gəlir, bir təndürüst oldu, tamam. Şükür elə Allaha ki, uşaq təndürüst. Bəli, bəli. Allah göstərməsin. Başlanğıc üçün bu yaxşıdır. Sonra bu uşağın evdə yox, əsas onun müəllimidir. Kimdən o söz deyir ki, müəllim yanına gedir. Kimə meyl bağlayır həyatda? Bu sənət belədir də, məsələn. İnsan bir sənəti başlayanda, o sənətdə kim yaxşıdır, ona meyl bağlayırsan ki, o zürunda. Belə deyil. Bəli, bəli. Siz indi jurnalistsiniz, necə jurnalistlər bilirsiniz də kim yaxşıdır. Bəli. Mən də məsələn, Məhrəmdə olmuşam. Yaşlı kişilər görmüşəm. Sözlər eşitmişəm. İndi mən sözlərdən eşitmirəm. Yoxdur. Taze naz edən bu məhliqalar tazədir. Eşq sevdalar da tazə, dilrübalar tazədir. Tazadan saldı məni qovqa eşqə tazələr, nay eşqimdə o babətdən nəvalar tazədir. Zülfü ənbər bu reyhanın da gəlmiş ki xəta, gör necə ruh artıran badı samalar tazədir. Bivəfalıq köhnədən qalmış bir adətdir vəli. Bivəfalıq köhnədən qalmış bir adətdir vəli. Tazə olduqca gözəllər, bivəfalar tazədir. El arasında məsəldir aşinanın köhnəsi, indi hüşyar ol şifahi, aşinalar tazədir. Allah rəhmət olsun Məştağa şifahində böyük sənətkar olub. İndi gerək bu neynəyəsən, sənətimə fikir verəsən, Bəli. mənim ustadlarım güclü ustad olub. Kimlər olub Tələt müəllim? Mən bu sənəti başlayanda Zülfünün pərəstişkarı olmuşam, Allah rəhmət eləsin. Aha, bəli. Sonra da Hacı Babalı. Mən bunlar
Mən bunu ölən günəcən danmaram qəti heç. Olub Tələs müəllim, onların boğazlarını təkrarlayasınız ifalarınızda təzə-təzə başlayanda. Bəli, bəli. Mən təzə başlayanda o bir var təqlid eləmək. Aha, bəli. İstər-istəməz tembr məsələsi var da, oxşayır adama. Səsə oxşayır. Mən indi ki özüm üçün bir yol seçmişəm, şükür olsun Allaha. Hələ bunun otunda da xırda-xırda qızışıram. Bu mənim bəsimdir. Bəli, Tələs müəllim, ümumiyyətlə üzr istəyirəm. Musiqi ilə bağlı mənə maraq doğuran çox fikirlər var. Mən istəyirəm ki, bir ustad sənətkar olaraq sizdən cavab alım. Başardığımızdan cavab verə bilərik. Deyirəm, sizi də qoşun, xahiş edirəm. Bax, musiqinin haram və halal olması barəsində niyə həmişə mübahisə doğuran fikirlər dolaşır? Musiqi... Amma mənə gəlir ki, söhbət əsl musiqidən gedirsə, o qəlbdə nifaq toxumu səpə bilməz axı Tələs müəllim. Haram bir üstası musiqilərdir. Bəli. Bilirsiniz, adam çox vaxt danışa da bilmir. Şair dinləndə yandı dilim, dinməyəndə dil yandı. Nə eşqi gizləyə bildim, nə aşkar elədim. O musiqi haramdır ki, o bizə bayaqdır. Yaddır. Yaddır bizə. Ancaq bizim nə danışırsınız? Quran da oxuyanda, onu avazla oxuyanda o təmiz o ləzzət verir. Siz nə danışırsınız? Musiqidən kimdir? O, bunu demişəm bir də gənə deyim. Söhbət o dırnaq arası musiqilərdən gedir də. O hilaki xanlar olub da, hilaki. Bəli, bəli. Bir gün otururlar, qan içənlər də, keyfləri kök. Bəli. Xanın keyfi kök, birdən vəzirə deyib ki, səhər mən duracam, bir daha məmləkətimdə qadın xeyli qalmasın. Bu deyib, başına havaya, dəlidir, nədir də filan. Başlayıblar vurmağa, vəzir görüb ki, işdən keçib, gedib yığıb məmləkətdə nə qədər çalıb oxuyan var, başlayıblar, Urus Zapoy deyir, ona bir həftə yeyib içməyə filana, 7-ci gündür xan ayılıb. Deyib, sənə bir şey demişdim, onu elədin, deyib, hələ səhər açılmayıb ki, deyib, nə badə eləyəsən? Vahid rəhmətli deyir ki, musiqi zövqü hilakülərə təsir etmiş. Oxu tarixi üçün gör, nə rəvayətləri var. Musiqidən nə danışırsınız? Bizim halal musiqimiz var. Muğam hər ölkədə var. Kəlkütdə var, İraqda var, Hindistanda var, İran, məsələn, hər İndiyada var. Ancaq bizim muğam var. Bizim Əvəzi yoxdur, bəli. Ümumiyyətlə, musiqinin insan beyninin inkişafında köməkçi rolu varmı, Tələs müəllim? İndi bir dənə şey deyəcəm sizə, mən istəmədim, gənə mən özümü tərifləməkdən acığım gəlir. Kim də özünü tərifləyəndə mənim ondan acığım gəlir. O, xəlq sevsin adamı, xəlq sevsə sən də. Mənim kitabımda Cavadzadə rəhmətli akademi yazır ki, mən cərrahiyyə əməliyyatına gedəndə, Hacı Tələtin seçini eşidəndə onu qurtarmamış gedmirdim. Ona qulaq asıb sonra gedirdim. O müəyyən müsbət əhval yaradır, ortam yaradır. Bax, bilirsiniz, nə maraqlıdır? Həm də bu məsələyə, belə deyək, bu tərəfdən yanaşaq. Teyyub müəllim, bax, biz görürsünüz, övladlarımızı, düzdür, gələcəkdə musiqişünas görmək istəməsək də və yaxud da tam başqa sənətin sahibi olmaq istəsələr də, amma yenə də istəyirik ki, hansısa bir tutaq ki, musiqi alətində çalmağı öyrənsin, bacarsın. O ayıbdır, o yaxşı şeydir. Bu ehtiyac sizcə nədən doğur? Bir ara bizdə məsələn, belə bir zad var da bizim, bilmirəm, bəlkəm xaricdə də belədir. Bəli, mod düşüb, hamısı komisyon dükan açırdı. Gül əkirlər, hamısı gül əkirdi. Bir ara uşaqların hamısı piyaninoya qoyurdu. Əşki bu ilə deyir ki, bu nə, bəlkə musiqi doyumu, zövqün müəyyənləşdirmək üçün idi, yoxsa necə? Yox, məsələn, bəlkə bunun, məsələn, bir dana da gülməli şey danışım sizin üçün. Deyin, tərəfə. O qatları qoy cəmaatın. Bir kavuz kişi olub, Noxanlı. Hörmətli kişi olub. Bu xəstələnib, 2 dana da Bakıda hörmətli, o Mirzabala deyəcəyəm indi, onun üçün Vahid Qəzəl yazıb onu da. Mirzabala ilə Deyanət əmi olublar, məşhur adam olublar Azərbaycanda. Deyirlər, gedək kavuz kişiyə deyək də, xəstədir, gülüb də basara girən nə alar? Mandalindən, apirsindən, filan pesməkan giriblər, qapıya qoyublar kulokları,
Gördü Bəli. bu da uzanıb kravatda. Görüşümlə necə sakit. O nədir gətirmişsiniz? Deyib, ay, xəstənin yanına gələn nə götürər? Deyir, ay bala, bəlkə mən kök yemək istəyirəm. Ağ turp yiyəcəm. Nə qoyursuz, qoyun başımın altına hamısını asılam. İndi o Mirzavalar da, Mirzavalar rəhmətlik. Böyük hürmətli olub, bunu hamısı xətrini çox istəyib. Bu, hər şeyi tərk edib, qoşulub Allah yoluna. Mənim oyuna dostluğumu tuta bilməz çünki ona görə ki, o məndən bir 20 yaşda böyükdür. Bir gün mən elə Məhərrəmdən çıxanda gördüm, bu hirslənib. Ay Mirzə qardaş, nə olub? 3 ildir qoşulmuşam bunlara, qoca kişilərdir. Gör qalış ayın nə olur, girib çıxıb gedib qalmışam belə. Vahid onun üçün, o ki, əvvəl ki, bu belə hal-əhl olub, yazır ki, bir zaman mən də əsiri rəhmeyxanə idim. Bir udum müşahit ilə zəhmət olmasa. Bir zaman mən də əsiri rəhmeyxanə idim. Həvəsi badə ilə oynə ki, peyvanə idim. Bir dəqiqə yerə düşməzdi əlimdən badə. Gözlərin şovqu ilə oynə ki, məstanə idim. Bütün ömrüm keçib aləmdə şərab içməklə badədən xali olan yerlərə biganə idim. İmdi təklifi şərab eyləmək artıqdır mənə. Mən ki, meyxanədə bir xanəsi viranə idim. Şəmə pərvanə yanırdı gecələr süfrə kimi. Mən də öz sevgilimin şəminə pərvanə idim. Çalışırdım saçını, fikri başımdan çıxsın. Görməsəydim səni bir gün dəli divanə idim. Məni vahid bu pəri çöhrələri etmiş əsir. Mən də Məzlun kimi dillərdə bir əfsanə idim. Təşəkkür edirik. Eşkin yolların gezerek, eşkin yolların gezerek, gül çiçeklerden bezerek, gül çiçeklerden bezerek. Sensiz ben nece düzerek, sensiz ben nece düzerem. Dur gel seni ben sevirem yarım, seni ben sevirem. Dur gel seni ben sevirem yarım, seni ben sevirem. Güzellerin güzel sen, güzellerin güzel sen. Sen sevdamın ezelisin, sen sevdamın ezelisin. Saf eşkimin dilbersen, saf eşkimin
sevirəm yarım səni mən sevirəm. Ay öldürübdür möhlətin ey gözləri şəhla məni. Öldürübdür möhlətin ey gözləri şəhla məni. Soldurubdur gül kimi bu düşdüyüm sevda məni. Bari hərdən ey mələkəm, gəl məzarım üstünə, qoyma topraqlar içində, yekəl u tənha məni. Düzdürübdür üstümə biganələr təndaşların, bu məlamət dağı bir də eyləməz peyda məni. Nə gecəm, nə gündüzüm var, başqa bir aləmdəyəm. Nə gecəm, nə gündüzüm var, başqa bir aləmdəyəm. Çün qalıb ağuşu həqqə, Həzrəti Həvva məni. Eylə sanma ölmüşəm, ay Firuz, ölməz mənim təkər yatağım. Bir səfayəm ki, unutmaz, Gülşən-i Məma məni. Allah rəhmət eləsin, Meştağalı Səfanı. Ay hər kim cahanda kənc baxa istəkli yarına. Hər kim cahanda kənc baxan istəkli yarına, gəlsin görüm o zalım Əli Zülfüqarına. Yeddi şahın xəzinəsini versələr əbəs, bəlkə cahanı vermərəm mən Zülfüqarına. Mənim də Mənim də yarım məni incitmək istəyir. Bu məsləhət qalıbdır onun öz ixtiyarına. Ay mən başımı götürdüm, ölüm vay gələnlər, ay aman, ay aman, ey mən başımı götürdüm ölüm, ay, 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 ölənlərə müşküldür kim girə bunların karzarına. Sən ki bu nasihin qəzəlin əzbər eylədin, sən ki bu nasihin qəzəlin əzbər eylədin, rəhmət salamını yetirin həq məzarına. Dur gəl səni mən sevirəm, yarım səni mən sevirəm. Dur gəl səni sevirəm, yarım
seni mesela. Təşəkkür edirik Toy Sağ müəllim. olun, Çox sağ sağ olun, olun. sağ İnanın olun, ki, sağ o qədər zövq verirsiniz bizə. Doğrudan da sənətkar meydanda tanınır da, hə, Tərət müəllim. Siz deyirsiniz, o da sizə. Bəli. Atı tövlədə tanımazlar, skaçkada tanıyarlar. Bir dəfə demişdiniz siz onu. Yəni meydanda gerək. Mən istəyirəm bir epizod da düşdü yadıma. İstəyirəm onu deyəm. Deyin, Tərət müəllim. Seydəzimdən də rəhmətliyi. Mən Seydəzim bazam. Allah onu qəni-qəni rəhmət Tərət eləsin. müəllim, deyin, sonra mən deyəcəm, buyurun. Siz buyurun, mən sonra deyəm. Əstəğfurullah. Yo, Bizdə söz böyüyündür, buyurun. Biz ona kəndində bir Ağasəv kişi olub. Ağasəv. Bəli. Yaşlı kişiydi. Bu da vəda edən şeir deməkdir. Bir dəfə Maili görüb tanımır axı. Deyirlər, bu kimdir? Deyir, Maildir. Deyir, Maili vəsrixun olmasam hər gah sənin, necə üstündən olardım bugün agah sənin. Belə. Amma deyir, bu şairdir, deyir, yox, deyir, necə deyir, gəldi də vəda edən adamda. Bu rəhmətə gedib, hürmətli adamdır. Oğlanlara da Allah, ölənlərə də rəhmət eləsin, qalanlara da var, hürmətli adamdır biz onu da. Biz də bunun cuma axşamlarına gedirik həmişə. Mən də Həz Baba ilə gedmişəm bura. Bu məclisdə kimdir? Əli Fəhmi, rəhmətlik, Azavad, Böyük Qazının oğlu, Məmməd Əli Əsgər, hamısı alimlər də otururlar, böyük öydü, hamısı. Birdən Böyük Qazının oğlu əlini uzatdı mənə. Bir dənə Seydəzimdən qəzəldir, Əli Fəhmi Xırdalası. Dedim ki, Həz Baba buradadır. Yox, 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 səndir. Səndir, mən də daha nə deyəcəm bunlara? Dedim, ta dəhanın sirrinə pünhan tərəfkar olmuşuq. Yox, olubdur varımız, dərdə giriftar olmuşuq. Nəbzimizdən çəkməz əl, ey mahi bir saat təbib, həsrəti çeşminlə ol gündən ki bimar olmuşuq. Çəkdilər bazarı, ol gün ki əmanət yoxərin. Canı dildən əl çəkib, bizlər xiridar olmuşuq. Vardı qol ləhsə kim, yox idi ərzi asıman. Ey cihanın sədqəsi, yoxdan məgər var olmuşuq. Yoxdur ey aramızdan sənsiz vücuda bir əsər. Yoxdur ey aramızdan sənsiz vücuda bir əsər. Feyl özün, fail özün, biz nə günahkar olmuşuq. İçmişik xumxaneyi, əhvət camından şərab, seyyida sərməst ikən aləmdə hüşyar olmuşuq. Bu qəzəli rəhmətli Əli Fəhmi bir saatdan yuxarı xırdaladı. Bir də biz onada Nadir Axund olub, onun zapisləri indi də bu saat sizin qızıl fondunuzda var burada. Bəli, bəli. Yaxşı ədəbiyyat müəllimi olub, onun da elə Vazanağı İsmail Hamildir, o da şairdir. O bir qəzəl yazıb. Aha, o da Onda bir söz var, onu sizə görə mütləq deməliyəm. Mənə görə. Bəli, sizə görə. Deyin, təbii. Axırın istəyirəm sizinlə. O deyib ki, gəlin çay eyna rəfiqilər dəm olaq. Gəlin çay meynab ey rəfiqilər dəm olaq. Deyək gülək danışaq bir-biri ilə həmdəm olaq. İçək, mən içək deyəndə hacıyam ha, qəzəldir də deyirəm. İçək unudaq, bəlkə qüssəni, kədəri, biraz da xoş keçirək, ömrü şadı xurram olaq. Şərabı mən eləyən kəs, sən ismə cənnətə yed. İcazə ver biz içək, sakini cəhənnəm olaq. Ölçüdən kim çoxsa yoxdur başında əqili. Amandır istəmirəm, biz də əqildən kəm olaq. Cahanda hər nə qədər istəsən nadan tapılar. Biz isə dostluğumuzda həmişə möhkəm olaq. Arzum budur. İkisini də Allah o Nadir İsmail Hamid rəhmət. Arzum budur ay Səyyara xanım. Bu ovqat məclisində həmişə daima sizi ilə bahəm olaq. Ay, təşəkkür edirəm Tərət müəllim, çox sağ olun. Var olun, bundan gözəl tərif ola bilməzdi. Minnətdarım, ürəyinizə minnətdarım. Mən istəyirəm ki, madam ki, tamaşaçılarımız hər an Tərət müəllimlə həmsöhbət olmaq şərəfinə nail olmuruq da. İndi madam ki, bugün Tərət müəllim bizimlədir, bizi rahat və narahat edən məqamlara toxunuruq. Mən istəyirəm ki, hal-hazırda Azərbaycan folklorunun ayrıca bir qolu olan toydan danışaq, toylarımızdan danışaq.
Toy doğrudan da ayrıca bir mədəniyyətdir. Vaxtilə Tələt Qasımov o qədər toylarda, el şənliklərində bir sənətkar kimi iştirak edib. Əlbəttə ki, orada olan xatirələr, o iştirakınız, o məclis ayrıca bir zövq verib sizə. Ayrıca bir xatirəsi yatır qəlbimizdə, könlünüzdə. Tələt müəllim, bugün toylarımız əsaslı şəkildə dəyişib. İndi nələr dəyişib, nəyi necə görmək istəmirsiniz, onlardan biraz sonra danışarıq. Amma yadda qalan, mənə gəlir ki, o vaxt toylarda bir sənət yarışması deyilən bir yarışma gedirdi, hə? Tələt müəllim. Necədir? Toyda məsələn, əvvəla o demirəm, mənə gedə indi çox şey rahatdır. Dinən nə rahatdır. Məsələn, Allah canın sağ olasın, teyyib gəlib, maşınla götürüb gəlib, belə yağ kimi gəldi, yollarımız, adımız əla, qəşəng, əla filan. Ancaq o toylarda, bax bir şey saldınız mənim yadıma. Bizim toylarda əvvəllər zurna balaban çalardı, pəhlivanlar güləşərdilər, tabaqlarda qəşəng şeylər olardı. Kim verəcəklər, hədiyyə verəcəklər, nə edəcəklər. Toylarımızda, indi də Ölsan kəndində bəyi otdururlar. Şəkər bura, paxlava, aləm qaçışır bir-birinə. Vəziyyətli əla şeylərdir. Ancaq indi o da palaza birinin elinə süründü də. İndi daha cavanlar istəyirlər. Mənim heç yadımdan çıxmaz. Firuz Allah şahididir. Suraxanada toydayıq. Firuzdur mənim, rəhmətli bir Yusuf vardı. Allah rəhmət eləsin onun. O da kamançı salamdı. Oturmuşum, o qapı, palatkanın qapısını görür gedənləri. Baxdım, gördüm, vay, biz də deyir ki, toyda bilsən yorğun olmadan da, istəyirə bir təhər toyu yola versin. Söhbət edirik. Bir də onu gördüm ki, Məmməd Əli Əsgər o alim, böyük ağa, qazının oğlu, 3-4 nəfər getdilər oyuna çörək yeməyə. Firuzəddin Qaragünlüyü qablaşdı. İndi bunlar gəldi. Bunlar üçün gerək mən qəzəlləri quyunun dibindən çıxardım. Alimlər üçün hər şey oxumaq olmaz axı. Bəli, bunlar getdi. Bir saatdan sonra bunlar girdi içəri. Dedi ki, sənə görə gəlmişik Tələt bura. Nə maraqlı, bir məsuliyyət hissi var idi Tələt müəllim. Bəli, məsuliyyət, böyük məsuliyyətdir. Gəldik. Bilmirəm, mənə yenə Firuz rast oxuduğu bilmirəm deyəsən, hə. Mən orada 3 qəzəl dedim, 3 yormazsınız qəzəllər ki. Yox, qətiyyən Tələt müəllim, nə danışırsınız? Buyurun. Deyir, bir elm olan vücudu bəşərdən nə fayda? Bəli. Bir bar, bir hüsul-i şəcərdən nə fayda? Alim ki, bir əməl ola təhsilidir əməz, bıçaq ki, elmi çıxmış qədərdən nə fayda? Söz yox ki, əhli kəsbə zər üsul edər. İqbal əgər xoş olmasa zərdən, adamın yerə bir iqbalı da, bəxti də olsun da. Belə deyil. Əyyam-ı zur yetdi dəxi zər əyyamıdır. Mən də bunlar üçün oxuyuram, bunlar da başa düşəndir, həmən o Məmməd Əli gibi. Əyyam-ı zur yetdi dəxi zər əyyamıdır. Zər iş görür cahanda hünərdən nə fayda? Bir şairin ki, olmuyor şeirində bir kəsər, bicadı yazdığı o əsərdən nə fayda? Sabit, sabit olur mu? Sabit, tutan ki, xud gühər oldu, kəlamı xoş. Qiymət verən ki, yoxdur, gühərdən nə fayda? Bir bu qəzəl dedim, olarsın. Bir də tərpənməz fondlardan deyirəm, bularsın. Heç əl yazmasın. Tərpənməz fondlardan teyib mənim. Gözəl ol sərvi qadın bir dıraqdır bağladır. Gözəl ol sərvi qadın bir dıraqdır bağladır. Xurana nazilə gəlsən qiyamı bərpadır. Bu üstü səndə ki var, olmaz aləm işlə yəqin. Nədim bu surətə, Yusufdur ya Züleyxadır. Əgərçi zahid edər secdə taqib mehrabə, mənim də şuğlum 2 qaşıva tamaşadır. Əlaz eylə gilən zülfü və əsir idi dil. Necə zamanədə məzlum əsiri Leyladır. Məni visalə yetir, şad sərfiraz eylə. Bu qədri cor eləmə, dəhri fanı dünyadır. Sənin yolunda mən ey seyyarə qurbanəm. Təsəddiq sərin eylə,
necə təmənnadır. Fərağa Seyyid-i Zərgər nə o itab eləsin. Cəmal-i Həzrət Yusuf yüzündə feydadır. Bir də istəyirəm deyim sizin üçün, daha mən bu günləri ürəyimiz tamam boşalmazdır. Çox güvənmə gözəlim can alıcı gözlərinə. Çox güvənmə gözəlim can alıcı gözlərinə. Yetər axır baxışın qəlbimi talan elədi. Gül yanaqlar, qara gözlər soranıb toz solacaq. Kim sənə axıracan bunları ehsan elədi? Hani Leyla, hani Şirin, həm də Züleyxa da görüb. Qoca dünya onları xak ilə yeksan elədi. Qəflətən bir də görürsən ki, gəlib çatdı zaman, məni də zalim əsəl daxili zindan elədi. Dilim olsaydı odan boyla deyərdim sənə mən. Necədir, söylə görüm, haq necə divan elədi? De görüm, heç yeri var mıdır, küsübsən məndə? De görüm, heç yeri var mıdır, küsübsən məndən? Deyirəm, bəlkə bu pozunluğu şeytan elədi. Təşəkkür ederim. Bunlarsın, oxudum bu qəzəllərdən, durdular, öpdülər məni, əhsən ustadıma bərəkallah getdilər. Teyyub müəllim, nəsə ürəyi şövqə gəlib, hə Teyyub müəllim? Yanar, gözlərim bənzər ceyran. Bir dənə zülfün vermərəm, şəkin şirvan həmsər yana. Yar dara zülfün sal hər yana. Gözlərin bənzər ceyrana. Bir dənə zülfün vermərəm, şəkin şirvan həmsən yana. Hərdən mənə bir bax, dur gəl mənə bir bax. Ay qız mənə bir bax, ceyran mənə bir bax. Əlimdən nanc aşlaram, sevgilimə bağışlaram. Yar gözümü sənə dikmişəm, getmək iləyə başlaram. Hərdən mənə bir bax, dur gəl mənə bir bax. Ay qız mənə bir bax, ceyran mənə bir bax. Mail sərvi qədin olmasam hərgah səni. Maili sərvi qədin olmasam hərgah səni. Necə sirrindən olardım bu günahgah səni. Ayəyi müshəf olub üstümə nazil həddən, belə məlum ki olub aşıqın Allah səni. Alemin
qədrində nur oldu cəmalında əyan. Leylətül qədrində nur oldu cəmalında əyan. Məni lap qızışdırmısan, həqir sanma mənim, məndə şan-ı şöhrət var. Həqir sanma mənim, məndə şan-ı şöhrət var. Sənin əlində əsir olmağımda illət var. Məhəbbət əhliyəm. Məhəbbət əhliyəm, odur səbəb ki, heyranəm. Məhəbbət olmasa da məndə qəribə halət var. Coşanda mənə bir kimsənə davam eləməz. Qolumda qüvvə-i rüstəm, dizimdə taqət var. Əgər birisi qaça, hində ya firəngə gedər. Onu gətirməyə bil ki, məndə qüdrət var. Nə müşkül olsa onu əşkinas ilə asaram, pul ilə kəsməsə iş, zərb-i dəsti tualət var. Pul istəsəm bu pulum, can istəsəm budur canım, mənim gözəl mələkim, durma gəl ki, fürsət var. Taze naz eden bu mehlikaler tazedir. Taze naz eden bu mehlikaler tazedir. Eşk-ı sevdalar da taze, dilrubalar tazedir. Eşqə tazələr, ay eşqimdə bu babətdən nəvalər tazədir. Bir vəfalıq köhnədən qalmış bir adətdir vəli, tazə olduqca gözəllər, bir vəfalər tazədir. Zülfüyəmbər boy reyhanı ya, Zülfüyəmbər boy reyhanın dəgər müşki xəta, gör necə ruh artıran bad səbalər tazədir, el arasında məsəldir. Arasında məsəldir aşinanın köhnəsi, indi huşyar ol şəfayı, aşinalər tazədir. Aman aydadı bil, ay bilirsən mi səndən niyə küsmüşəm, heç bilirsən səndən niyə küsmüşəm. Baxmadın üzümə sizə gələndə, bana baxmadın üzümə sizə gələndə, ona görə bu dostluğu kəsmişəm. Ona görə bu dostluğu kəsmişəm. Kəm baxırsan üzbə üzə gələndə, bana kəm baxırsan üzbə üzə gələndə.
gəzə gələndə bana nə danışdın gəzə gəzə gələndə aman 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 yarım aman 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 gülüm aman 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 belə mən neyləyim aman 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 gülüm aman 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 belə mən neyləyim ay Çox sağ olun. Bugün olun, repertuarınız Teyib mənim xüsusidir. Mən deyəsən Tərət müəllim şəxsən bir bilmirsiniz bugün Teyib mənim nələr oxuyacaq, nədən sonra nə gələcək, bilirsiniz, hə? o hər Əlbəttə bu da şey ustad tövsiyəsidir. Biz həmişə ustadlara ehtiyacımız olur. gələndə qızışır adam da. Deyirəm, hə, İşıq olub heç bir şey olmuyor. Elə hamısı bədahətən Sadəcə olaraq mən gəlir, bildim ki, Tələt müəllim, Tələt bugün qonaqdır. O mövzulara istədim ki, toxunaq. nə gözəl. Bizim ümumiyyətlə dədə-babalarımız mənim oxuduğum musiqi ilə bağlı xatirələrdə əvvəllər bir neçə musiqi alətində olub ki, onun müşahidə altında tutaq ki, yuxu pozğunluğunun aradan qaldırılması üçün, əsəblərin sakitləşdirilməsi üçün məsələn ney var burada, nəyə qulaq asarmışlar saatlarca, uda və digər musiqi alətlərinə. İndi bilmirəm, artıcılıq siz daha yaxşı bilərsiniz. Hamısından olsun. Amma hər halda mən demək istəyirəm ki, əziz tamaşaçılarımız, atalarımız yaxşı deyib ki, deyir paltarın qarası yumaqla gedər, ürəyin, belə deyək də, ürəkdəki artıq söz-söhbətləri də elə yaxşı könül açan, yaxşı ruh gətirən sözlərlə açmaq olar, yenilik gətirmək olar. O şəxs ki, sənə möhtacdır, sən onu başqasına heç bir vədə möhtac eləmə deyib müdriklərimiz. Bax, elə bu mənada, bax, bu gün Ovqatın şuxluğunu, şaxlığını, belə deyək də, şadlığını əldə eləmək üçün məhz bugün istədik ki, Tərət Qasımov bugün Ovqatın qonağı olsun. Bax, yaxşı mənada bugün sizin sözünüzün, söhbətinizin möhtacıyıq. Biz indi heç də deyə bilmərik. Bunu Ovqata baxanlar inşallah deyəcəklər ki, bu necədir? Tərət müəllim, siz bir dəfə bizim qonağımız olmuşsunuz. İnanın ki, mən o verilişdən sonra, əvvəla o veriliş dəfələrlə təkrarı getdi. Və ən əsaslı, bilirsiniz nə qədər məktublar aldım. Sizə görə təşəkkürlər aldım. Yəni, çox sağ olun buna görə. Amma mən istəyirəm ki, burada siz qəzəl söylüyorsunuz bayaqda. Mən burada qeyd elədim. Əruzda misraların ölçü bərabərliyi, Tərət müəllim, hərəkətli və hərəkətsiz müəyyən olunur. Əruz qəzəliyyatın padşahıdır. Əruz vəznində qəzəl. Məsələn, mən şeirlər də bilirəm. İstəyirsiniz bir-iki dana deyim o qoşmalarda. Özünüz yazırsınız Tərət müəllim? Yox, mən sözlər oxuyurdular. Bayaq axı Teyib müəllim bir nə oxudu, dur, gəl. Duyduğum mənasıdır, onu mən düzəltmişəm, sözlərini də özüm yazmışam. Var qabiliyyətim, ancaq mənlidir. Duydu, nə gözəl. Onun sözləri necədir? Bir çox üzr istəyirəm, sözünüzə deyir, balla kəsim. Sözlər yoxsa... Yox, bayaq Tərət müəllimin yazdığı şeir oxudunuz siz? Yox, mən yazdığım şeydir, orada o ki... Əlavələr eləmişsiniz? Eşkin yolların gezərəm, gülçubuları mən düzəltmişəm özüm sözlərini. Əlavələr eləmişsiniz? Əlavələr, çünki orada məsələn, faytoncuyam, atım qara, özüm yalnız, baxdım qara, pulları məndən qoy, belə yox. Mən onların sözünü düzəlmişəm, bunu, mahnını eləmişəm, səni sevirəm. Ay, nə gözəl, aha. Mən indi bir şey istəyirəm sizə deyəm. Deyin, Tərət müəllim. Biz Əruzdan danışırdıq, şeirə gəldik. Əruz qəzəliyyatın padşahıdır. Əruzdan çətin şey yoxdur. Kim əruz vəznində qəzəl deyə bilirsə, o elə böyük xoşbaxt adam. Məsələn, mən biyadan əruzla deyirəm. Elə zat da var, məsələn, qoşmalar da var da. Sevərkən əqlını yoxla, məhəbbət üçün ürək saxla. Səfir bir məzun olmaqla sənə Leylanı verməzlər. Kəndir bassansa seyr eylə, atı düş göydə övmərlər. Öz ipin üstə dövr eylə, sənə meydanı verməzlər. Balıq tək çayda üzmək üçün, ceyran taxtlarda gezmək üçün, cüyür tək göydə süzmək üçün sənə meydanı verməzlər. Bədən yorğun, ürək xəstə, əleydər tək son nəfəslə. Boyun boyda məzar istə, sənə dövranı verməzlər. Bu məsələn, bunlar da şirindir, ancaq əruz. Tam başqa. Əruzda deyir, Qunçanın bağrını əzzəldə fələk qan eylər. Sonra könlünü açıb dəhridə xəndan eylər. Səltənət taxtı nə bir payadır zindan edir. Yusifi izzət üçün sakin zindan eylər. Olmasa kar-ı pərişan ona səhman olmaz.
Hər pərişanlığa Tanrı özü səhman eylər. Çəkməsə rənci kişi gəncə olur müzasir, rəsmidir rənci çəkən karını azan eylər. Bir düşəydi əlimə vəssi deyəydim bir-bir, o cəfalar ki mənə möhnət icran eylər. Səyyida, qorxma ki aləmdə xudavənd-i əhəd, səni izzətlə dəri dövlətə dərran et. Bu əruz ayrı şeydir. Ümumiyyətlə, əziz Tərət müəllim, istər-istəməz qəzəlinizə bir çıxarış elədim. İnsafı olmayan ilqarı ola bilər? Yox, insaf. Aha. İndi bir daha insafdan deyim sizə olar, icazə verirsiniz. Sonra da onu deyin ki, aşığın gözündən hansı pərdəni götürmək istəyirdi bizim Dahi Füzulimiz. Olar? Bax, insafdan deyim sizə. Deyin Tərət müəllim. Bu müharibədən sonra, çoxları da indi o da adamlar olub ki, pişlər görüb də cəmaatın başı, qardaşı gedib, əri gedib, oğurluqla haram yiyiblər çox. Bəli. Bir Nərdiranda şixəli tuti olub, Axund Doğanda şeir yazmağı da var. Biri gəlin bunun yanına ki, Axund da var. Mən çox haram yemişəm. Bəs mən necə eləyim filan deyib, insafçılıq eləmişsən. Bəli. Bu söyünüb. İnsafçılıq nə olar? İnsafçılıq eləmişəm də. İndi keçər gedər. Və çayın zadını içib durub gedəndə Axund saxlayıb onu, oğlum, sən mənim sözümdən müttəhit oldun, bildin nə dedim sənə? Deyir, insafçılıq eləmiş. Deyir, bildin insafçılığı nədir? Deyir, yox. Deyir, şümrün insafı olsaydı İmam Hüseynin başını kəsərdi. İnsaf adamdan heç nə gözləmə. Doğrudur. İnsanın insafı olsa, hər şeyi oyla həll eləmək olar. İnsaf dinin yarısıdır. Tərət müəllim, sizin hansı inamınız həmişə imdadınıza çatıb? Mənim Allahım. Mən həmişə namaz qılanam, namazda da əvvəla hamını dua edirəm. Bütün bizim ölkəmizi, millətimizi, rəhbərlərimizi, çünki mənə deyirəm, ay Allah, sənə and verəm Allahlığın xatirinə. Bizim dinimizə qüvvət ver, hökümüzə qüvvət ver. Hər bir şey, hər şey səbirlə düzəldir. Hansı bir müşküldür ki, səbirlə asan olmasın? Səbirlə hər şey düzələcək. İntihası olur da, məsələn, indi görsən, boş-boşuna cəfəngiyyət danışanlar da onlar heç. Ancaq səbirlə hər şey əladır. Mənim çox xoşum gəlir. Ümumiyyətlə, qoy bunu da deyim, Tərət müəllim. İnsan sağlığında necə rəhmətini qazana bilər? İnsan o ki, deyirlər ki, cəhənnəm otu, insan cəhənnəm otun burada aparır. Əgər sən bu dünyada özünü yaxşı aparmısansa, sən xeyrxahlıq eləmişsən, yaxşılıq eləmişsən, əl tutmuşsan, kara gəlmişsənsə, o dünyada sənin üçün yaxşı olacaq. Allah Teala ərhəmər-rahimin Allahdır. Yox, eləməmsənsə, burada pis işlər görmüşsən, orada da heç nəyə umud bağlama, orada sənin üçün yaxşı olmayacaq. Hamısını insan bu dünyada aparır o dünyaya. Deməli, əməl də, ağız da, məqsəd də xəta olmaz, haqdan gələrsə. Bəli, haqdan, bəli. Tərət müəllim, deyirlər ki, babadan hümbət, nəvədən xidmət. Yəni, bugün siz necə bilirsiniz? Kiçiklər böyüklərin sözünə necə baxır? Böyüklər. Bilirsiniz, ona bilər, məsələn, atalar sözündə... Böyük danışanı biz götürə bilirik mi, əsas məsələ? Kim əgər götürə bilirsə düz sözü, o xoşbaxt adamdır. Bəli. O çox xoşbaxt adamdır. Adam var, burada söz deyirsən, bu milçək vızıldadır, bu yanına çıxırsan. Oradan qalır. Ya fındığa düyün vur, ya əhli qalı qandır. Bu bilmir. Ancaq belə şeyləri öyrənmək, mən məsələn məclislərə gedirəm. Mən bağışlayın da, yaşım da var. Maşallah olsun, keçən ayın, iyun ayının 21-də Tərət müəllim ömrünün 79-cu baharına bir sağ ol dedi. Maşallah, heç Teyməm göstərir. Allah can sağlığı versin Teyməm. Tərət müəllim. Ona görə yox, demək istəyirəm ki, insan nə qədər bu dünyada özünü düz, təmiz, mükəmməl, kimin nigarı sana eymək, bu nə məlahətdir? Görüb gül yüzün gün çıxmayır, xəcalətdir. Sakın zamanını göstərmə hər bədəfkara, gedər fənaya müqəddəsli gün fəlakətdir. Təmiz gəz,
Mən bunu ona görə dedim təmiz gəz. Təmiz dolan, təmiz davran dünyada. Təmiz ad insan üçün ən böyük saadətdir. Zavallı bəxti qara, dönməz eşki rahimdən, bu yolda gəlsə sənə min bəla fəxarətdir. İnsanın təmizliyi, düzlüyü, paşlığı onun bütün varı dövlətidir. Mülayim xasiyyət həm də insan başını salamat saxlayır da eyni zamanda, hə, Tələt müəllim? Qəfəsdən aləsidir. Gör Füzuli nə deyir rəhmətlik. Qəfəsdən aləsidir bülbülü edən məhbus. Dilini saxlasa hər kəs başı səlamət olur. Ay, nə gözəl. Mən Aha. bu rəhmətlik Tələt müəllim, mənim çox sevdiyim bir qəzəl var. buyur. Könül vəfasız olan. Bir də sizin deyəsən ifanızda dinləmişdim. Mən bu qəzəlin mənə istəyirəm. Nazlı yara yalvarma. Mən istədim bilsən. Dedim çox deyərəm Elə deyərlər ki. kövrəlirəm o qəzəli hər dəfə eşidəndə. eşidəndə. Deyirəm, hər dəfə kövrəlirəm o qəzəli eşidəndə. Ona nə etibar, bir etibara yalvarma. Mən Darıxma, bir yaxşı yaman vaxtı rüzgarımız rəhmətli keçəcək. Vahid, qoy mən bunu da deyim, biraz Vahiddən söhbət gedir. Bəli. Mənim dostlarım çoxdur. Mən özümü də yaxşı aparmışam. Raz mənə hindiyəcən böyük hörmət edirlər, şükür olsun Allaha. Demək, özümdə də bir şey var ki, mənə hörmət edirlər. Siz deyirsiniz, Vahiddə. O qəzəli bilirsiniz də yəqin Tələt Bu müəllim. Vahid mənim üçün yazıb bu qəzəliyi. Könül vəfasız olan nazlı yara yalvarma, nə ehtibar, ona bir ehtibara yalvarma. Bəli. Sənin də bir gün olar nobaharın ey bülbül, xəzan cəfasına səbr eylə, xara yalvarma. Düşəndə müşkünə pərverdigara dərdividir. Əlacın ondadır, ondan kənara yalvarma. Əduyə, fəqirə, acizə, məzlumə ehtiram eylə. Əduyə qan içənə zülm işarə yalvarma. Mən də fəxr edirdim ki, təxəllüsdə deyib ki, əl üzvə vahid özün tələtin misalindən fələk səni salacaq intizaraya. Bir bunu yazmışdı, bir də ya Rəbb, bu nazənin kimin istəkli yarıdır? Ya hansı bəxtiyarlərin bəxtiyarıdır? Bunu mən hamısını çoxdan da oxumuram deyə ola bilər. Bir gün səcdəgah idi atəşpərəslərə, şəhri Səbaki mərkəzi dərya kənarıdır. Siz bilirsiniz də, mən o bulvara gedəndə, bulvarda lotka sürürdük. O lotka sürən mənim yadımdadır, cavandım onda. Şəhri Sabah olub, qalıb yerin altında. Aha, bəli. Onun zatlarını görsədir və o lotka çəkənlə görsədirdi ki, bura. Deyir ki, bir gün gəlir, şəhri Sabaki mərkəzi dərya kənarıdır, həmən yeri. Təxəllüsdə deyir ki, bir gün gəlir ki, mən gedirəm, xəlq söyləyir, biçarə vahidim, bu qəzəl yadigarıdır. Mən bir gün məclisdə Rəsul Rıza idi, Allah rəhmət eləsin, Nigar Rəfibeyli. İçəri şəhərdə Rəsul Rızanın bacısı qızının toyu idi. Bəli. Biz də oturmuşuq orada, cavan oğlanam da. Bu mənə gələn, mənə yaraya zənnim varsa 56-cı ildir. Düz 56 il bundan qabaq. Mən başladım da bunlar da Respublikanın tanınmış adamlardır. Bunlar üçün oxudum bu qəzəlləri. Təsnifdə oxudum. Mən qabaq yaxşı Ayşə oxuyurdum. Bəli, o çox gözəldir. Qəşəng, belə. Heç siz onu yazmamısınız da, hə? O sizin təəssüf yerinizdir, bəli. Sonra saat 11-ə qalmışdı. Gördüm Rəsul Rıza dedi ki, oğlum Tələt, dedim, bəli. Dedi, Nigar xanım, xahiş edir, bir də onları təkrar eləsin. Bir də həmən qəzəlləri oxudum. Bu zaddan burada. Deməli, o qəzəllər ki var, siz istədiniz. Vahidin qəzəlindən yoxdur ki. Ey gül, sənə zamanə verilib qədri qiyməti. Bir cəmalının nədən artır məlahəti? Baxsın üzarı alinə bu nazəninlərin, hər kəsi görmək istəsə gülzar-ı zənnəti. 100 dəfə öz qiyamətimi göstərir mənə. Hər bir zaman görən kimi yol sərvi qaməti. Əlbəttə müftəlası gərək xuburulərin. Kim axtarırsa aləm içində saadəti. Əyyarın eylədim, məni yarımdan eylədim. Bilməm bu zalimin mənə neymiş ədavəti. Vahid,
Həmişə yarıva yalvar zamanada, bimarına təbiblər eylər şəfaəti. Ay, təşəkkür edirik Teymur. Təşəkkür edirik. Tələb müəllim, Teymur, siz nəyəsə hazırlaşırsınız. Biz valla inanın ki, bilmirəm necə deyim. Bu da Mahir Rəhmi. Bir adət mütləqa olsun, gərək hər nazlı dilbərdə, mənim də yarıma adət məni salmaqdı yüzlərdə. Əgər ölsəydim əğyara cahanda sır verməzdim. Səni məşhur edən ancaq mənim eşqimdir hər yerdə. Gözəlsən, yox sözüm olma, bunu bir kimsə bilmirdi. Səni məşhur edən ancaq mənim eşqimdir hər yerdə. Gözəl tələb. Keş atsan, xana tutsan da, darıxma bir qədər gözlə. Bu məşhur bir misaldır ki, üçün olmaz ehtibar zərdə. Deyirlər, mailin vardır gözəl mənalı əşarı. Əgər varsa, niyə əzbər dolanmaz söylə dillərdə? Ay, təşəkkür edirik. Bunlar hamısı Çox sən sağ olun. tələb edirsən, mən deyirəm. Çox sağ olun. Deyirəm, gələcək, mən çox üzr istəyirəm, qoyun sonda gəlsin. Mən Tələb müəllim, icazə verin məhəbbətlə əllərinizi sıxım və sizdən son dərəcə xahiş, təvəqqə edirəm ki, siz mənim bu ruha bizdə... qızımsınız, nəvəmsiniz. Mən sizə doğrudan belə, mənim dostdaşlarım çoxdur. Mən çox ağır adam olmuşam, ağır təbiətdə. Ancaq bu sənət hər adam bunu aparanmaz. Hər əlifbə oxuyan qariyə qurban olmaz. Sizin məclis aparmağınız məni də şuura gətirir də. Təşəkkür edirəm Tələb müəllim. Səni məşhur edən mənim eşqimdir. Mənim eşqimdir. Tələb Allah can müəllim, sağlığı mən versin. çox xahiş edirəm ki, gəlin tamaşaçılar qarşısında söz verin. Nə olar, çox xahiş edirəm. Bu görüşü bir də təzələyək. Bu görüşün davamı bir də olsun. Çünki doğrudan da inanın ki, bu fikirlərin hamısını saat yarıma yerləşdir. Sağlıq, ömür və Hamına, faizi. bütün millətimizə Allah'ın verəm Allahlığı xatırlı. Hamının balaları xoşbaxt, canları sağ olsun. Bəli. Keyfləri kök. Mənə də belə səhət yaxşı olsun. Qismət olsun gələn səfər. Gənə üstüylə gəlim. İnşallah, inşallah. Bundan da ayrı cürəsindən olsun. Ürəkdən arzulayıram bunu. Allah sərgən edirəm. Can sağlığı versin, könül xoşluğu versin. Yaddaşınızı həmişə bax belə ömrün 80-ci baharın yaşayır, maşallah olsun. Yaddaş necə gözəldir, necə tərdir, necə təravətlidir. Allah bunu, bu ilahi neməti həmişə sizə Bizdə elə versin bilərsən, deyirik. biz heç nə söhbət sal eləməmişik. And olsun Allahın birinə. Hələ bir gün görürlər. Burada hər şey bədahətəndir. Adam var dəstərxanla. Bunu götürdüm ki, o epizodlar ki var, onlar bəli. yadıma düşsün ki, nələr var. Hələ bu epizodların demək olar 70%-i qaldı. Bunu da aparam gələn səfər. Növbətiyə, mütləq növbətiyə. Çox sağ olun Tələb müəllim. Amma sonda bəlkə yenə bizi bir qonaqlıq verəcəksiniz. Bir şeir, qəzəl qonaqlığına və Teymur da yekunlaşdıraq. Olar, Firuz müəllimin rəhbərlik etdiyi Firuz Əliyevin Respublikamızın Xalq Artisti İnstrumental Ansambl. mənim gözmüncüğümdür. Mən Firuzu nə adı istəyirəm, Allah bilir. Əcəb həngamə-i işrət. Daha məclisimiz ki, qutarır, istəyirəm bunu elə bağlamaq. Elə sizlə də musiqi ilə gedək. Çox sağ olun, Allah amanı Əcəb olun. həngamə-i işrət, əcəb bəzm-i dilaradır. Teala Allah nə müvəzzir ki, hər bir şey mühəyyadır. Məlal olmaz, qəm olmaz, qüssə olmaz bu oyla məclisdə. Əcəb fərəh bəxşi, əcəb fərəhzadır. Olubdur əhlilər heyran, könüllər xürrəm-i xəndan. Baxırsan hər tərəf, hər yan, büsat-ı eşi bərpadır. Düzülmüş nəğməxanlar, tarizənlər nizam ilə. Biri məşdur-u xüsaqı, birisi sərməst-i səhvadır. Kemal-i möhsət ilə mən də bu bəzmə qədəm qoydum. Soruşdum bir nəfərdən, bu nə şuur işi, nə qonqadır? Cavabında dedi, ey bir xəbər yatmış, nə qafilsən? Bu bir bəzm-i mübarək, bad bər tərf-i üzmadır. Dedim, bu məclisdə bir tarix gərəkdir eləyəm inşallah. İlahi, sən mübarək ki, bu sevda nə yaxşı sevdadır. Bugün bu sözləri sidqi, bunu Nəhsivanlı Məhəmməd sidqi yazmalı. Bugün bu sözləri sidqi yazımdır yadigarana, mübarək batsın qalsın, nə kim özgə təməlladır. Təşəkkürlər, çox sağ olun, çox sağ olun. Buyurun Teymur bəy.
Dün gece gördüğüm ol xabide röya belədir. Dün gece gördüğüm ol xabide röya belədir. Söylüyürdü gülüne bülbülü şeyda belədir. Senden ötürü gece gündüz edirəm ah fəqayan. Xar imiş qəlbi və həmdəm gülü həmrah belədir. Ay nə qədər aşık olub tərk qılıb dünyanı. Ne kadar aşık olup terk kılıp dünyanı, olmayıp eşke elac, eşki de sevda belədir. Arif ol koyma yakın haneye yol əğyarı. Niyyeti pistir onun ey gül irəna belədir. Mən kimi olmaz inan hüsnü və aşık ola kim. Fikrini söylə mənə etdiyim xülya belədir. Ey vəfa təkcə bu sözdür ki qalıb faildən. Ey vəfa təkcə bu sözdür ki qalıb faildən. Belədir gördüyün bu cifey dünya belədir. Ey dadəm aman ey. İstəkanın deşilsin, çayın yerə tökülsün. Sizin bağın meyvəsi bizim bağa tökülsün. İstəkanın deşilsin, çayın yerə tökülsün. Sizin bağın meyvəsi bizim bağa tökülsün. Damınızdan damcı damır, damınıza qurban mən olum. Ay damınızdan damcı damır, damınıza qurban mən olum. Birinizin xatirinə hamınıza qurban mən olum. Birinizin xatirinə hamınıza qurban mən olum. Ey kızıl gülüm içmişem, üstünde and içmişem. Güzel kızlar içinde tekçe sen seçmişim. Kızıl gülüm içmişem, üstünde and içmişem. Güzel kızlar içinde tekçe sen seçmişem. Damınızdan, damınızdan damcı damır, damınıza qurban mən olum. Ay damınızdan damcı damır, damınıza qurban mən olum. Birinizin xatirinə hamınıza 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 qurban mən olum. Hamınıza qurban mən olum. Hamınıza qurban mən olum. Birinizin xatirinə hamınıza qurban mən olum. Hamınıza qurban mən olum. Hamınıza qurban mən olum. Birinizin xatirinə hamınıza qurban mən olum.
Sağ olun. Təşəkkür sağ edirik. olun. Çox sağ olun Teyib müəllim. Bəli, əziz tamaşaçılarımız, əziz izləyicilərimiz, bu günlük bu qədər deyirik, istəməsək də məcburuq vaxta təslim olmağa. Bəli, ustad sənətkarın Tələt müəllimin elə fikirlərindən qüvvət olaraq deyirik ki, doğrudan da düz söz, aydın fikir həmişə ürəkdən gəlir, ürəkdən yaranır. Düşünən başda heç vaxt boş qalmaz. Necə ki, insanın bəli, söz, amma kababı köz yandırar. İstini seviriksə, tüstünü də bəzən sevmək məcburiyyətində olmalıyıq. Həmişə deyirik ki, elə bu mənada uğur, qənşəriniz olsun. Bu istəklə də sizə sağ, biz də salamat olaq.